Herkese salam, kanalıma xoş gəlmisiniz. Trend yoldan bir müddət öncə bağlamalarım gəlib. Həm onları sizlərə göstərmək, həm də onlar haqqında məlumat vermək istəyirəm. Dermotenin boyun nəmləndiricisi kremini uzun müddətdir ki, almaq istəyirdim. Səbətimə əlavə edib çıxardırdım. Sentyabr 30 kodu ilə həm də öz endirimi ilə birlikdə cəmi 8 manat 14 qəpiyə aldım. Hal-hazırda həm stokda tükənibdi, həm də ki, olduğu vaxt 32-33 manat civarında olur. Ona görə fikirləşirəm ki, kaş ki ən azı 2-3 dənə götürsəydim. Çünki çox yaxşı kremdir. Səhər boynuma vururam və axşama qədər boynumda nəmlilik, canlılıq hissini yaşayıram. Burada əlimdə necə görünürsə, boynumda da elə parlaq və canlı durur. Yenə endirimləri gözləyirəm və endirimdə olarkən mütləq alıb stoklayacağam. Daha sonra Kremkonun kremlərini aldım. Bunları almağı da uzun müddətdir ki istəyirdim. Bunları da endirimdə olarkən aldım. Üstündə həm üz yumaq köpüyünün, həm də serumunun testeri hədiyyə qoyulubdu. Üzlərim çox yağlı və qarışıqdır. Ona görə bir çox krem üzümə düşmür. Üzümdə yağlılıq, parlaqlıq verir. Həm də üzümdə sızanaqlar filan çıxır və üzümə uyğun krem axtarırdım. İlk çəhrayı rəngli olanı bir həftə ərzində istifadə elədim. Bu hər dəri tipi üçün uyğundur. Bütün gün ərzində dərimi çox yaxşı nəmləndirir. Həm də heç bir mənfi təsirini görmədim. Makyaj altına da istifadə edirəm və makyajı həm qusturmur və makyaj altında da çox qəşəng durur. Anam da bir neçə gün istifadə elədi, amma onun üzləri çox quru olduğu üçün ona görə biraz quru olduğunu fikirləşirəm. Amma mənim üçün çox mükəmməldir. Yenə alıb stoklamağı düşündüyüm bir kremdir. Daha sonra mavisini yoxladım bir neçə gün. Bu daha az nəmli kremdir, yəni daha yağlı dəri tipləri üçün uyğundur mənim dərim kimi. Amma həm üzümü yetərincə nəmləndirmədi, həm də dərimdə qabıqlanma hiss elədim. Fikirləşdim ki, bəlkə dərimin həssas olan dönəmləri ola bilər. Ona görə çəhrayını yenə yoxladım və gördüm ki, problem dərimdə deyil, krem çox qurudur. Mənim dərim üçün belə. Açığı yenə almağı fikirləşmirəm. Hal-hazırda başqa markanın kremlərini də yoxlayıram. Onları da istifadə edib video ilə birlikdə sizlərə məlumat verəcəyəm. Hələlik bu qədər. Kanala dəstək olmağı, abunə olub bəyənməyi və rəy yazmağı unutmayın.